Biz Qaynar TV olaraq bugün Qazax rayonundayıq. Qazax rayonunda iki bazar var. Çox qəribədir. Birində qiymətlər yüksək, birində isə qiymətlər çox düşük. Görünür manatın yüksəlməsi və ya enməsi bu bazara təsir etmədi. Əksinə bu bazarda qiymətlərin nə qədər aşağıda olduğunu əziz izləyicilər, sizlər özünüz görəcəksiniz. Mirzəyev Samir Mehmanoğlu, Qazax rayonunun vətəndaşı. Samir, bugün kələm neçədir sizdə? Bugün kələm bazarda 70 qəpik. Qazaxda iki bazar vardı. Biz o bazara getdik. Orada kələmin kilosu 1 manat. Sizdə belə qiymətin aşağı olmasının səbəbi nədir? Bu səbəbi yoxdur. Biz yəni hopda oylardı maşınıq. Biz gedirik, gətiririk 5 qəpik pul qoruq biz bunun üstə. Bərdidən alırıq 65 qəpiyə. Həm də ki, yəni insafdan da çıxmırıq da insanları da çox yükləmək olmaz. Belə. Çox sağ olun. Sağ olun. Adım Fatmadır. Fatma xanım, bugün siz burada görürəm kartof satırsınız. Kartofun qiyməti neçədir? 70'e bunlar da 80'e de onlar. Qazaxdakı ikinci bazardan fərqli olaraq sizdə qiymət aşağıdır. Bunun səbəbi nədir? Burada ucuzluqdur. Aldığımızdan 10 qəpik yuxarı deyirik də, çox baha demirik. Yəni, ona görə. Çox sağ olun. Salam əleykum. Meyvələrin qiymətindən biz maraqlanırıq. Ne yapıyorsun? 50 qəpiyi 60 qəpiyi. Belə ucuz olmasının səbəbi nədir? Ucuz olması da öz yeri məhsulumuzdur da. Yəni xaricdən gəlmir. Elə bir olurmu ki, məsələn, imkansız gəldikdə siz ona daha aşağı qiymətdə verdiniz? Aldığımız qiymətə də veririk. Məsələn 40 qəpiyə almışıq, 40 qəpiyə veririk. Bugün manat düşüb, dollar yüksəlib. Siz də belə ucuz verirsiniz. Biz manatla alırıq ona görə. Yəni dollarla alıb eləmirik. Çox sağ olun. Sağ olun. Qiymətlər aşağıdır burada. Şərait də yaxşıdır, böyük yerdir. Nəsə alıcılar gəlmir. Ətdir, 1 manat fərqlidir hər yerdən, ucuzluqdur, hər bir şey. Topdan satış qiymətinə parakəndə satılır hər şey. Çox sağ olun. İki bazarda olduq. Bir bazarda qiymətlər yüksək, ikinci bazarda isə qiymətlər çox aşağıdır. Ancaq alıcı gəlmir. Səbəb nədir? Nədən vətəndaşlar bahalı olan yerə gedir, ancaq ucuz olan yerə getmir? Bax, bu sualın cavabını araşdırmaq istəyirik bizlər, Qaynar TV olaraq.